الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. En birinci Allah Azze ve Celle'ye hamd olsun. Şükürler olsun ki Allah Azze ve Celle bizi hidayet edib, bizi hidayət neymətini neymətlendirib. Həqiqətən ən böyük neymətdir Allah Azze ve Celle'nin kula əta etdiyi. Necə ki İmam Tirmizinin və başqalarının rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah dünyanı sevdiyi kula da verər, sevmədiyinə də. Lakin Allah hidayəti, imanı isə yalnız sevdiyi kuluna verər. Ona görə həqiqətən yəni insan əgər hidayət olubsa, iman üzərindəsə ondan böyük neymət ola bilməz. Yəni elə bu ona dünya sevinci olaraq, dünya göz bəbəyi olaraq, qurratı ayn olaraq kifayətdir. Ki həqiqətən Allah Azze ve Celle ona ən uca şeyi, ən böyük neyməti verib. Əgər bu neymət yoxdursa, onda heç bir neymətin, heç bir şəhvətin, heç bir ləzzətin dadı ola bilməz. Hamısı keçicidir, hamısı ötücüdür. Necə ki Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur: وَعْلَمُوا اَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ. Deyir ki, bilin ki dünya hayatı la'ib, oyun oyuncaq. Yani oynamaq, oyun eğlence. وَلَهْوٌ, yani oyun ləhvun eğlencedir. وَزِينَةٌ, bəzənmək. وَتَفَاخُرْ بَيْنَكُمْ, öz aranızda fəxirlənmək, öyünmək. وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ, yani mal dövləti və övladları artırmaqdan başqa heç nə deyil. Bax, İmam Qurtubi rahimehullah deyir ki, el-la'ib fi's-sibyan, el-la'ibu fi's-sibyan ve'l-lahvu fi'l-futyan ve'z-zinatu fi'n-niswan ve't-tefâkhuru beynel-aqran ve't-tekâsuru fi'd-dehqan. Yani deyir ki, oynamaq ancaq uşaqlar arasındadır. Amma mə'l-əsəf, çox yani təəssüflər olsun ki, bugün böyüklər artıq oynayır. Böyüklər görsən ki, oyunlardadır. Ya telefon oyunları, ya nə bilim top oyunları, ya nə bilim nə oyunları. Yani oyunla şeytan bugün böyükləri məşğul edir. Yani görün nə qədər dünyanın yani qədri zəifləyib, düşüb aşağı. Ki şeytan o qədər insanlara rahat yollar tapır ki, yani artıq böyükləri oynadır. Əvvəl böyüklər oynamazdılar. Ona görə Allah Azze ve Celle bunu uşaqlar haqqında gətirib. Mesela bu yani hamısı mərhələ iləndir. Yani bu dünya hayatı mərhələ, yani uşaq vaxtı insan oynuyor. Həqiqətən baxsan uşaq ancaq oyun axtarır. İstəyir ki oynasın. Ya öz aralarında, ya telefonla, ya nə bilim nə ilənsə. Biraz böyüyən kimi indi ləhv lazımdır. Yəni əyləncə. İstəyir əyləncə axtarır. İstəyir əylənsin. Yəni nəfsini razı salsın. Və sonra ona görə deyir ki, deyir وَاللَّهُ fil-futyan, cavanlar. Yəni ləhv əyləncə cavanlar arasındadır. Cavan. Yəni ancaq gözünə əyləncə görünür. İstəyir əylənsin, yoldaşları ilə, dostları ilə. Yəni fikrində ancaq odur. Yəni dünya bu 5'dən oyuna çıxmır da. Ancaq bu şeydir. Və sonra biraz da insan böyüyür, gəlir çatır, keçir o futyan, şəbəblik, cavanlıq vaxtını, keçir 30'u adlayır, artıq zinət axtarır. Və əsas da zinət qadınlarda olur. Ona görə ki, zinətu fin-nisvan, yəni zinət qadınlardadır. Yəni çox. Bu baxsan görsən ki, bugün kişilər bəzənib düzənir, orasını belə düzəldir, burasını elə düzəldir. Yəni əsas bəzənmək qadınlara aid olan şeydir. Təbii ki, kişi səliqəli olmalıdır, gözəl olmalıdır. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem səliqəli idi, gözəl idi. Yəni Allah Azze ve Celle deyir ki, وَثِيَابَكَ فَطَّهِّرْ, yəni paltarını təmiz saxla. Yəni və həmçinin bu insan özünü şirkdən təmizləməyə də aiddir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem yəni gözəl giyinməyi yəni sevərdi. Həmçinin iqrar edərdi. Deyirlər ki,
ya Resulallah, mə araki ənə rəculə siyabuhu həsən və nə'luhu yəkun həsən. Deyir ki, ya Resulallah, necə bəs bilirsən? Təkəbbürlükdən danışır Peyğəmbər sallallahu əleyhi və səlləm və deyir ki, zərrə qədər təkəbbürlü olan cənnətə girməyəcək. Və sahabelərdən biri deyir ki, kişinin əgər paltarı gözəl olarsa, ayağı gözəl olarsa, ayaqqabı gözəl olarsa, onda necə? Deyir ki, o deyir, yaxşı bir şeydir, o gözəldir. Yəni, o pis deyil. Deyir ki, amma təkəbbür ghamtun nas batarul haqq. Deyir ki, təkəbbür odur ki, yəni insanlara üstün aşağı baxmaq və haqqın üstünü örtmək. Fikir ver, nə gözəl Rabbani üslub Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Yəni təkəbbür çox çətin şeydir. Amma öyrədir ki, bu iki şeyə diqqət elə, təkəbbürdən uzaq olacaqsan. Ghamtun nas batarul haqq. Yəni insanlara üstün aşağı baxmaq və haqqın üstünü örtmək. Haqqın üstünü örtmək. Ona görə ən çox zinət qadınlar, lakin kişilərdə də olur görsən zinət. Baxırsan ki, 30'a atlayanda istəyir ki 5 dənə sadə olsun, 10 dənə köynəyi olsun, 20 dənə şalvarı olsun, ancaq bəzənsin, düzənsin, gözünü gözəl göstərsin. Biraz atlayır 45'ə tərəf, təfəxurun beynəl əqran. Deyir ki, yoldaşlar arasında öyünməkdir. Mən belə əskərlikdə vurmuşam, yıxmışam, mən belə olmuşam, mən filan cürəmişəm, mən filan işi belə aşırtmışam, mənim adım gələndə filan kəs belə olurdu, mənim təfəxur. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, "Xamsun fil ümməti min əmril cahiliyyəti." Ümmətimdə 5 şey var ki, onlar cahiliyyə işlərindəndir. Onlardan da biri nədir? Ət-təfəxur fil əhsəb. Ət-təfəxur fil əhsəb. Deyir, insan öz əsl nəcabəti ilə fəxirlənməsin. Filan kəslərdənəm, feşman kəslərdənəm. Hamımız Adəm övladıyıq. Adımız da Adəm övladıdır. Adəm övladı nə deməkdir? Nə deməkdir Adəm övladı? Günahkar. Yəni, Adəm övladı sözünün mənası günahkardır. Ona görə Qudsi hədisdə günahların istiğfar olunma hədisi, əsl istiğfara ehtiyac olunan hədisdə Rəbbimiz bizə Adəm övladı, "Ya ibn Adəm innəkəmə dəavutəni və rəcavutəni qəfartu ləkə alə mə kənə fikə və lə ubəhli." Deyir ki, Adəm övladı, mən sən əgər ümid etsən, dua etsən və duanda ümid etsən ki, həqiqətən günahkarsan, səndən nə baş versin, mən bağışlayaram, heç fikir də vermərəm. Bəlağa zunubükə ya ibn Adəm, ey Adəm övladı, yəni günahkarsan sən, ey Adəm övladı, günahların çoxdur. Adın günahkardır, çünki atan cənnətdən günahla qovulub. Ona görə hamımız günahkarıq. Kullu bəni Adəmə xatta. Yəni bütün Adəm övladı xata edəndir. Xayrul xatta'inət təvvabun. Yəni ən xeyirli xata edənlər, tövbə edənlər. Ona görə sonra nə deyir? Deyir ki, təfəxuru beynəkum. Deyir ki, öz aranızda fəxirlənmək. Sonra nə deyir? Və təkəsurun fil əmvali vəl əvlad. Deyir ki, mal dövlət və övladlar çoxaltmaqdan ibarət. Bundan sonra nədir? Ölüm mələyi gəlir. Vəssalam. Və həmçinin Qurtubi rahimullah deyir ki, Əd-dünya mələzzətü dünya siddətun. Deyir ki, dünyanın ləzzətləri 6'dır deyir. İmmə məşrubun və mə'kulun və məşrubun, məşmumun, məlbusun, markubun, mənkuhun. Yəni deyir ki, bax, ya mə'kuldur, yiyirsən, ya məşrubdur, içirsən, məşmumdur, iyinirsən, ya nədir? Məlbusdur, giyinirsən, markubdur, minirsən, maşın minirsən də markub. Ya da ki, mənkuh, nikah, qadınlarla evlənirsən. Bu 6 şeydən başqa heç nə deyil dünya. Dəyməz dünya ilə axirəti dəyişməyə. Nədir dünya? Nədir dünya? Dünyanı insan axirətlə dəyişir. Bəzi insan görsən, biri dünyaya görə aldadır, biri dünyaya görə görsən oğurluq edir, biri dünyaya görə xəyanət edir, biri dünyaya görə nədir dünya? Bu 6 şeyə mi? Hansı ki, bunların axırı hamısı əziyyətlə bitir. Yəni, deyir ki, fəəmmə bax, deyir, bunlar deyir, bunların ən fəzilətliləri nədir, deyir. Fəəmməl mə'kul afdaluhə, deyir ki, amma yiyəcəklər, deyir, afdaluhə əsəl. Deyir, ən fəzilətli yeməkdir, baldır. Deyir, o da deyir, nuxamətli zubəbin. Deyir ki, milçəyin tüpürcəyidir, deyir o. Arı milçək deyirsə, yox, yəni də mələ nəfsələhu səilə. Yəni, bu daha şeydir, çoxdur. İmam, deməli, İbrahim Nəxai kim olub? Tabiin olub. İbn Məsudun tələbələrindən olub. İbn Nəxai rahiməhullah
Yəni ümmətdə bir qayda qoyub fiqh elmində. Mə lə nəfsə ləhu səilə. Yəni o zübəb ki, o həşəratlar ki, onun qanı axmır, onlara belə ad qoyub. Ondan sonra yəni onların xüsusi bir hökmü var da şəriətdə. Yəni onun qanı axmır. Yəni arı da onlardandır. Arını öldürürsən, qan axmır. Yəni ola bilər balaca şəratların hətta qan çıxa bilər, amma yəni sələyən kimi axmır da, axıb tökülmür. Necə ki, zəbh edəndə, kəsəndə necə axırsa, o şəkildə qanı axıb tökülmür. Elə deyə yox. Deyir ki, o da deyir, bax, ən fəzilətli yemək, deyir, yəni böcəyin deyək, deyil mi? Böcək desək olar mı? Böcəyin tüpürcəyidir. Deyir, ən xeyirli içəcək sudur. Deyir, bütün insanlar bunda bərabərdir. Hamı bu sudan içir. Deyir, ən xeyirli geyim ipəkdir, zəbərcaddır. Deyir, o da deyir, qurtdan hazırlanır. İpək qurtdan hazırlanmır? Fikirləsən, qurtdan hazırlanır. Deyir, ən xeyirli məşmum miskdir. Yəni, ən xeyirli, ən gözəl ətir misk ətiridir. O da deyir, sıçanın qanından hazırlanır. O Qurtubi Rahimullahın sözləridir. Deyir, ən xeyirli markub atlardır. Deyir, onun da üstündə deyir, nə qədər kişilər ölüb. Günümüzdə davam edir bu söz. Nə qədər maşında insanlar ölür. Hətta alimlərimizdən, şeyxlərimizdən biri Şeyx Ali Əl-Hələbi Rahiməhullah Rahmətən Vasiə, İmam Albani'nin tələbəsi, yəni dövrümüzün mühəddislərindən, hətta hədis elmində tasih tədəif edən, təhqiq əhli olan böyük bir alim idi. Rahiməhullah Rahmətən Vasiə və həqiqətən Allah ona İmam Albani yanında dəfn olmağı da nəsib elədi. Bu da Allahın onun üçün fəzilətidir. Və o böyük kitabların təhqiqçisidir və böyük elmlərin əsasını qoyan alimdir. Elə elmlər var ki, hətta yəni 4-5 alim ma'rufdursa biri odur. Misal üçün elm usulül bidə, bidət elminin əsasları. Kitab, yəni bu elmdən, yəni ən güclü bu barədə yazan alimlərdən biri, yəni Şeyx Ali Hələbi Rahimullahdır. Və o həmçinin İmam Əhmədin Musnədin təhqiqçisidir. Və İmam Əhmədin Musnədini yəni dünya alimləri arasında 2 nəfər təhqiq edir. Biri Şeyx Ali kim idi? Biri Şuayb Əl-Arnavut. Şuayb Əl-Arnavut. O birisi Şeyx Ali Hələbi. 200 kitabın da müəllifidir. Hardan gəlir bura? Əhsən şeyx. Allah sizdən razı olsun. Gözəl bir sözü var şeyxin. Şeyx deyərdi ki, maşın qəzaları 2-ci Dünya müharibəsini ötüb. Deyir, o 3-cü Dünya müharibəsidir. Çünki o qədər adam ölür, deyir. Bax, statistika ilə görsək, o müharibələri keçib artıq. Yəni, o qədər, yəni nədir? O qədər, yəni, subhanallah, çox adam ölür. Və həmçin deyir, sonra nədir? Mənkuhdur, deyir. Yəni, qadınlarla evlənməkdir. O da deyir, bütün kişilərin bəlasına çevrilir. Bu da bəladır. Ona görə, yəni, bax, deyir, dünya həyatı budur.